Salam, hər vaxtınız xeyir olsun, əziz müəllimlər və müəllim olmağa hazırlaşan minikçilər. Bugün mən sizə təfəkkür haqqında danışmaq istəyirəm. Bilirsiniz ki, təfəkkürün 3 növü var. Bugün təfəkkürün məntiqindən, yəni birinci təfəkkürdən danışacağıq. Ümumiyyətlə, kurikulumda üstənilən bir sahədə hər bir şey sadədən mürəkkəbə doğru çətinləşir. Eynilə də təfəkkür odur. Təfəkkürün 3 forması var: məntiqi, tənqidi və yaradıcı. Sadədən mürəkkəbə doğru dəyişir. Məntiqi təfəkkürü ən geniş veriblər kitabda. Ona görə də məntiqi təfəkkürü daha bir geniş danışacağıq və digər təfəkkürlərə isə ayrıca videolar çəkəcəm. Məntiqi təfəkkür, gəlin birinci baxaq görək təfəkkür nədir? Təfəkkür nədir? Gəlin görək təfəkkür nədir? Təfəkkür idraki fəaliyyətdir. Yəni beynimizdə, idrakımızda gedən bir fəaliyyətdir. Kognitiv fəaliyyəti deyirik. Ümumiyyətlə, kognitiv sözünün mənası idrak deməkdir. Təfəkkür nə zaman işə düşür? İnsan düşünməyə başlayanda, informasiya axtaranda, informasiyanı emal edəndə, informasiyanı ötürəndə, ümumiləşdirəndə, nəticə çıxardanda təfəkkür işə düşür. Və biz o təfəkkürü nə edirik? Yazılı və yaxud da şifahi şəkildə ifadə edirik. Düzdürmü? Lap gözəl. Təfəkkür insan beynində gedən psixoloji prosesdir. İnsanda müxtəlif assosiasiyalar, müxtəlif modellər formalaşdırmağa kömək edir. Bəs təfəkkürün neçə növü var? Bəli, təfəkkürün 3 növü var. Məntiqi təfəkkür, tənqidi təfəkkür, yaradıcı təfəkkür. Ümumiyyətlə, məntiqi təfəkkür o insanda var ki, o insan səmərəli düşünməyi bacarır. Yəni, boş-boş danışmır, düşüncəsi səmərəlidir, düşüncəsi düşündürücüdür, düşüncəsi savadlıdır, belə deyək. Baxın, fikirlərini formalaşdırmağı bacaran və ifadə edə bilən insanın məntiqi təfəkkürü var. Fikirlərin hamı tərəfindən anlaşılan olmasını planlaşdırır. Məsələn, mən çıxış eləyəsiyəm, planlaşdırıram ki, elə cümlələrdən, elə sözlərdən istifadə eləməliyəm ki, bu auditoriya mənim çıxışımı başa düşsün. Bu məntiqi təfəkkürdür. Yəni, nitqin düzgün təşkil edilir. Düzgün nəticə çıxarda bilir, hadisələri düzgün təhlil etməyi bacarır, informasiyanı haradan və necə əldə edəcəyini bilir, informasiyadan məqsəd yönlü istifadə edir, yəni biliyini, savadını məqsəd yönlü istifadə edir. Eyni zamanda şəxsi fikir formalaşdırmağı bilir, şəxsi fikrini başqalarına ötürməyi bacarır, mühakimə yürüdə bilir, fikirlərini əsaslandıra bilir, problem həllində konvergent və divergent yanaşması olur. Konvergent və divergent yanaşma haqqında daha ətraflı danışacağıq deyə indi sadəcə adını çəkirik. Ümumiyyətlə, məntiqi təfəkkür uşaqlarda lap kiçik yaşlarından formalaşmağa başlayır. Hətta alimlər sübut ediblər ki, 4-6 yaş arasında uşaqlar, 3-6 yaş arasında uşaqlar gün ərzində 350-400 sual vermək qabiliyyətinə malikdirlər və valideynlər bu sualları cavablandırmalıdırlar ki, şagirdin məntiqi təfəkkürü inkişaf etsin. Hətta biz valideynlərin hüquq və vəzifələrində nə demişdik? Demişdik ki, valideynin vəzifəsidir ki, öz evladının intellektual inkişafına şərait yaratsın. Bəs buradan söhbət gedir. Məsələn, biz səhər-səhər uşaq yuxudan duranda deyirik ki, hər kəs yerini yığmalıdır. Uşaq sual verir anasına ki, mən niyə hər səhər yerimi yığmalıyam? Ana deyir ki, çünki belə lazımdır. Bu, şagirdin məntiqi təfəkkürünün inkişafına mane olan bir məsələdir. Şagirdə bunun izahını vermək lazımdır, uşağa daha doğrusu. Söhbət az yaşlı uşaqdan gedir. Və yaxud da ki, ata ailə başında gedir, atanın benzini qutarıb, ata yaxınlıqdakı yanacaq doldurma məntəqəsinə getmir, biraz uzaqdakı yanacaq doldurma məntəqəsinə gedir. Və uşaq soruşur ki, atasından, niyə evin yanındakı yanacaq doldurma məntəqəsinə getmədin? Ata izah vermir. Deyir, niyə sən öz işinlə məşğul ol? Yəni, uşaqların bu cür sualına izah vermək lazımdır ki, burada benzin daha keyfiyyətlidir, daha ucuzdur və s. və ilaxir ki, uşağın məntiqi təfəkkürü inkişaf etsin. Aha, məntiqi düşüncənin müxtəlif formaları var, müəllimlər. Bugün biz sizlə məntiqi düşüncə formalarından danışacağıq. İnduktiv düşünmə. Buna induksiya da deyirik, induktiv düşünmə. Nədir induktiv düşünmə? İnduktiv düşünən insan nə edir? Nümunələrə baxır. İnduktiv düşünmək kiçikdən böyüyə getməkdir. Bunu mən loru dildə belə izah edirəm. Kiçikdən böyüyə gedirik. Nümunələrdən ümumi bir anlayışa gəlirik. Nümunələrə baxırıq və oradan ümumi bir anlayışa gəlirik. Buna deyirik induksiya. Məsəl üçün, deyir ki,
Durna və leylək köçəri quşlardır. Hava soyuyan kimi köçüb isti ölkələrə gedirlər. Durna, leylək ümumi deyil, axı xüsusi isimlərdir, düzdür? Hə, belə deyək, xüsusi isimlər nə mənada? Yəni xüsusi bir quşdur da. Durna bir quşdur, leylək bir quşdur. Uşaq fikirləşir ki, durna, leylək köçəri quşlar olduğuna görə hava soyan kimi köçüb gedirlər. Deməli, bütün köçəri quşlar köçüb gedirlər. Burada leyləkdən hara gəldik? Bütün köçəri quşlara gəldiksə, bu nə olacaq? Bu olacaq ümumiləşdirmə. Baxın, burada belə bir təhlil də veribdir. Əslində, induktiv düşünmə analitik təhlildir. Şagird gördüyünü, müşahidə etdiyini beynində analiz eləyir və ümumiləşdirir. Görürsünüz, işıq yanır artıq beyində. Aydın olur ki, məsələ nədən gedir? Məsələn, bir başqa misal göstərim. Deyir, yeni avtobusa minmiş uşaq, Baku bas avtobusuna anası ilə bir yerdə minib, görür ki, hər kəs kartı yaxınlaşdırır, keçir. Avtobusun nömrəsi də 14-dür. 14 nömrəli avtobusa minirlər, şəhərin müəyyən bir yerinə getməlidirlər. Kartı vurur, keçir, vurur, keçir. Uşaq deyir ki, deməli, yeni avtobusların hər biri ödəniş kart vasitəsilə həyata keçirilir. Deməli, şagird bir dənə nümunədən, bir 14 nömrəli avtobusdan nəyə gəldi? Böyük ümumi bir anlayışa gəldi. Buna deyirik induksiya. Yəni, xırda məsələlərdən ümumi bir anlayışa gəlirik. Bu oldu induksiya. Bunun ikincisi isə deduksiyadır. Deduksiya bunun əksidir, antonimidir. Deduksiyada artıq böyükdən balacaya gələcəyik. Ümumi anlayışı bilirik və o ümumi anlayışı beynimizdə analiz eləyəcəyik. Nəyə gətirib çıxardacağıq onu? Xüsusi bir anlayışa gətirib çıxardacağıq. Burada, məsəl üçün, buna nümunələr deyək. Gəlin, deduktiv düşüncəyə nümunələr deyək. Buradakı şəkil istəyirəm açılsın. Görürsünüz, burada məsələ necədir? Burada artıq birinci ümumi bir fikir formalaşır. Lampa gördünüz necə birinci yandı, ümumi bir prinsip var. Sonra müşahidə etdik və müşahidələrimiz nəticəsində xüsusi bir nəyə gəldik? Konsepsiyaya gəldik. Məsələn, deyir ki, kövrək metallar bərk təsirə məruz qalanda qırılır. Kövrək metallar fikri ümumi bir konsepsiyadır. Hansısa bir metaldan söhbət getmir axı, kövrək metallar deyir, düzdürmü? Ümumi bir konsepsiyadır. Deyirəm ki, şüşə də kövrək materialdır, kövrəkdir. Yəni, şüşə də toxunanda qırılır. Deməli, mən nə elədim? Ümumi bir anlayışdan nəyə gəldim? Xüsusi bir anlayışa gəldim. Və yaxud da deyir ki, dörtlü, ikili olan şəkilçilər milli şəkilçilərimizdir. Dörtlü, ikili şəkilçilər yəqin ki, bilirsiniz də nədir? Larlər ikilidir. Məsələn, ıntı, intü, untu, üntü, bunlar dörtlüdür və s. Müəllim belə bir qayda izah edir ki, uşaqlar, dörtlü və ikili şəkilçilər bizim öz milli şəkilçilərimizdir. Ümumi anlayışdır bu, doğrudurmu? Şagird ismin hallandırılmasını keçəndə görür ki, burada ancaq dörtlü və ikili şəkilçilər var. Deyir, deməli, isimin hal şəkilçiləri bizim milli şəkilçilərimizdir. Deməli, nə elədi şagird? Ümumi bir konsepsiyadan, ümumi bir fikirdən nə elədi? Müşahidəsi nəticəsində xüsusi bir fikrə gəldi. Buna da deyirik deduktiv düşünmə. Bir də var analitik düşünmə. Analitik düşünmə adından bəllidir. Analitik düşünmə təkcə məntiqidə yoxdur. Həm tənqiddə də var, həm də yaradıcıda var. Müxtəlif məlumatları təhlil edirik, analiz edirik. O məlumatları ümumiləşdiririk və yaxud da ki, həmin məlumatlardan yeni bir məlumat yaradırıq, yeni bir çıxarış gəlir, bir nəticəyə gəlirik. Həm yaradıcı təfəkkürdə istifadə olunur analitik düşüncə, həm tənqididə, həm də məntiqidə. Növbəti düşüncəmiz divergent düşüncədir. Divergentlə konvergent ikisini bir yerdə deyəcəm. Niyə ikisini bir yerdə? Çünki bunlar bir-birlərinin antonimidir və ikisi bir yerdə izah olunanda daha aydın olunan olur. Divergent düşünənlər yenilikçidirlər. Yenilikçidirlər. Onlar fikirləşir ki, mən niyə hamının getdiyi yolla getməliyəm? Mənim özümün bir xüsusi dəstək xəttim olmalıdır. Mən hər şey yenilikçi olmalıyam. Məsələn, tutaq ki, esse tapşırılıb uşağa, inşa yazı tapşırılıb. Yəni, bizim vaxtımızda inşa deyirdik də. İnşanın adı vətənlə bağlıdır. Vətən sərhəddən başlayır. Hamı gedir, götürür inşanı, məsəl üçün, Google-dan, oradan, buradan axtarır, yazır. Uşağın bir deyir ki, yox, mən bunu özüm yazmalıyam, öz fikirlərim olmalıdır burada. Deməli, uşaqda nə var? Divergent düşüncə var. Və yaxud da hər hansı bir problem həlli, beyin həmləsi eləmiş uşağa, bir problem qoymuş ortağa. Hamı, belə deyək, işlənmiş metodlar həll yolu deyir də, hamının bildiyi metodlarla həll yolu deyir. Uşağın biri durur,
alternativ bir həll yolu təklif eləyir və çox biraz gec fikirləşir, təklif edir. Çünki niyə? O uşaq öz fikrini tapmağa çalışdığına görə onun qərar verməsi bir qədər gec olur. Problemi tez həll eləməkdə çətinlik çəkirlər. Görürsünüz nə deyir? Qəbul olunmuş yolların əleyhinə çıxırlar, özləri yeni yollar axtarırlar. Eyni zamanda qərar qəbul edəndə gecikirlər. Niyə? Çünki problemi tez həll etmək istəmirlər. Problemi öz yolları ilə həll etməyə çalışırlar. Yeni ideyalar axtardıqlarına görə, yaradıcı olduqlarına görə bunlarda nə var? Bunlarda vaxt biraz çox lazımdır. Eyni zamanda bunlarda müxtəlif proseslərə çərçivədən kənar baxmaq var. Bu da yaradıcı düşüncədir. Keçdik konvergent düşünməyə. Konvergent düşünməni K hərfi ilə yazda saxlayın. Köhnə fikirlər. Ay Allah, bu lövhədən mən nələr çəkirəm. Konvergentlər köhnə fikirlərdir. Fikirləri köhnədir bu adamların. Yenilikçi deyirlər bunlar. Köhnə fikirlərdir. Bura bir köhnə sözlə yazaq. Yəni bu deyir ki, bunun həll yolu var da, mən neyinlə özümü yoruram təzədən həll yolu fikirləşirəm. Onsuz da bunun həll yolu var da. Sualın düzgün cavabını axtarmaq üçün mümkün həll yollarının içərisində birini seçir, yazır. Konvergent düşünənlər indiyənə qədər istifadə olunmuş yolları düz hesab edir. Deyir, yəni alimlər baş sındırıb, kəşf edib, bunu eləyiblər. Mənim əlavə düşünməyə ehtiyacım yoxdur. Tez nəticəyə gəlirlər bunlar. Eyni zamanda bunlarda başqa ideya və fikirləri qiymətləndirmə bacarığı var. Niyə? Çünki başqa ideya və fikirlərə baxırlar, ən yaxşısını, ən səmərəlisini, yəni onlara hansı daha uyğundur, hansı az vaxt apararsa, hansı daha keyfiyyətli olarsa onu seçirlər. Yəni onlar yeni fikirlər toplamağa tənbəllik edirlər. Bunlar olacaq, buna tənbəl də deyə bilərik, köhnə fikirli insanlar da, yəni köhnəliklə razı olanlar da deyə bilərik. Növbəti düşüncə formamız analoji düşünmədir. Analoji düşünmə mənim ən sevdiyimdir. Yəni analogiyanın tapılması, oxşarlığın tapılması deməkdir. İki və daha artıq hadisə və anlayış arasında oxşarlığın müəyyənləşdirilməsinə xidmət edən düşüncə bacarığıdır. Məsələn, deyir ki, pianoda ifa etməyi bacaran şagird bütün dilli alətlərdə ifadə edə bilər. Yəni qarmonda da ifa edə bilər, sintezatorda ifadə edə bilər. Çünki analogiyadır burada, oxşar alətlərdir. Və yaxud da ki, deyir ki, Türkiyədə zeytun yağı yetişdirilir. Çünki Türkiyə, belə deyək, Türkiyənin hansısa şəhəridir, subtropik iqlimdədir. Bizdə cənub bölgəsi də subtropik iqlimdədir. Deməli, biz də zeytun istehsalına məşğul ola bilərik. Yəni, iqlimlərdə nəyi tapdıq? Analogiyanı tapdıq. Analoji düşüncənin məhsulları çoxdur. Məsələn, quşa baxıb təyyarəni istehsal ediblər. Analogiyadır bu. Sonra yarasanın görmə xüsusiyyətindən radar sistemi kəşf olunubdur. Bunlar hamısı analoji düşünən insanların nə idi? Yaradıcı məhsullarıdır. Və yaxud da deyir, müəllim şagirdə yerlə ay arasında məsafənin böyüklüyünü izah eləmək üçün 300 min rəqəminin nə qədər böyük olduğunu göstərir. Yəni, az yaşlı uşaqlar yerlə göy arasındakı məsafəni təsəvvür eləsinlər deyə müəllim xüsusi bir analogiya tapır. 300 min rəqəmi uşaqlar nə qədər böyükdür? Ya yerlə göy arasında məsafə də o qədər böyükdür. Yəni, bunlar nədir? Analogiyanın tapılması. Növbəti məntiqi düşüncəmiz verbal düşüncədir. Verbalı harada gördünüz? Bugün biz sizlə verballa ilk dəfə qarşılaşırıq. Yəni, kurikulum dərsində verbal sözünə ilk dəfə burada rast gələcəyik. Amma verbal sözünə biz çox rastlaşacağıq. Gardnerdə verbal lingvistiklər var. Sonra Bullingin verbal növü var. Verbal söz deməkdir, sözlü düşünənlər. Yəni, bunlar düşüncələrini dilə gətirirlər, danışmasalar belə ürəklərində düşünürlər. Yəni, sözlə düşünürlər, sözlü düşünənlərdir bunlar. Bu olacaq verballar. Onlar hər hansı bir problemi həll edərkən səsli düşünürlər və yaxud da daxili nitqə. Tutaq ki, test işləyir, səs eləmək olmaz. Ürəyində daxili nitqə çevirir, düşünür. Bu cür düşünənlər nədir? Verbal düşünənlərdir. Çünki onlar səsli düşünməyə üstünlük verirlər. Bir də var qeyri-verbal düşünənlər. Qeyri-verbal düşünənlər artıq səsli yox, bir şeyi xəyalında canlandıraraq düşünür. Hər hansı bir informasiyanı həll edərkən vizual mühakimə bacarığı olur bu insanlarda. Nədir vizual mühakimə bacarığı? Yəni, gözlərin qabağında canlandırırlar, vizual düşünürlər. Baxın, qeyri-verbal düşünənlər. Hər hansı bir informasiyanı emal edərkən, hər hansı bir problem həll edərkən vizual mühakimə edirlər. Yəni, bunlar, belə deyək də, ən çox qeyri-verbal düşünənlər fizika fənninə, riyaziyyat fənninə, informatika fənninə meyil göstərirlər. Məsələn, fəza fiqurlarını xəyalında canlandırır. Bunlar necə düşünür? Qeyri-verbal düşünürlər.
və yaxud da ki, bir şəkil çəkəcək, o şəkili xəyalında canlandırır, sonra çəkir. Diaqramlarla işləyirlər, xəritə ilə işləmə bacarıqları var bunların. Maket yaratmaq, heykəl, şəkil çəkmək, heykəl yaratmaq, yəni bu çertyojlardan istifadə, diaqram, cədvəllərdən istifadə və s. Bu nədir? Bu qeyri-verbal məntiqi düşünənlərdir. Gəldik ardıcıl düşünməyə. Nədir ardıcıl düşünmə, müəllimlər? Ardıcıl düşünmə, yəni addım-addım. Baxın bu şəkildə. Görürsünüzmü bu şəkildə? İnsan addım-addım çıxır. Bir məsələnin səbəbini və nəticəsini bilmək. Səbəb və nəticədə də bir ardıcıllıq var, düzdürmü? Ardıcıl düşüncədə də addım-addım, mərhələlər düşünmək var. Yəni, hər hansı bir hadisə necə davam edəcək? Səbəb və nəticə əlaqəsini tapması. Məsələn, uşağa araşdırma vermişəm. Uşaq bilir ki, hardan başlamalıdır, harda qurtarmalıdır. Bu artıq ardıcıl düşünməyi bacaran uşaqdır. Uşaq işi hardan başlayıb, harda bitirməli olduğunu bilir. Bu nədir? Ardıcıl düşünmədir. Sonra tarladan süfrəyə məsələsi, bu da ardıcıl düşünmədir. Tarladan süfrəyə. Buğda əkildi, biçildi, emal olundu, una çevrildi, çörəyə çevrildi, gəldi süfrəmizə. Nədir bu? Hamısı ardıcıllıqla baş verdiyinə görə ardıcıl düşünmədir. Bəzən bunu sistemli düşünməklə qarışdırırlar. Sistemli düşünmədə tamam başqa bir məsələdir. Sistemli düşünmədə sistem olaraq hansısa bir hadisənin başqa bir hadisəyə təsirindən söhbət gedir. Məsələn, burada söhbət nədən gedir? Yəni, sistemli düşünmək bizi əhatə edən ideyaları, konsepsiyaları, anlayışları hissələrə parçalamaq, düzgün bölüşdürmək və daha yaxşılaşdırmaqdır. Məsələn, deyir suyun çirklənməsi insan orqanizminə mənfi təsir göstərir. Dəniz suyunun çirklənməsi. İnsan da fikirləşir ki, mən dəniz suyunu içmirəm axı, məsələn, biz şirin su mənbələrindən istifadə edirik. Niyə dəniz suyunun çirklənməsi mənim orqanizmə mənfi təsir göstərsin? Çünki orada canlılar yaşayır və çirklənmiş su canlılar orqanizmində toksik maddələrini artırır və sonradan biz o canlılarla qidalanırıq, o dəniz məhsullarla qidalanırıq və bizim orqanizmimizə, insana gətirir, neyniyir? Pis, mənfi təsir göstərir. Və yaxud da ki, avtomobildən çıxan əgər tüstü, düzgün, yəni avtomobilin strukturu düzgün deyilsə, nasazdırsa, zəhərli qazlar buraxa bilər və bu zəhərli qazlar gələcəkdə insanların nəfəs alması üçün problem yaradar, atmosferi çirkləndirər. Bəli, burada da bir sistemdən söhbət gedir. Biz demirik elə ardıcıl oldu, avtomobil çirkli qazı buraxdı, biz onu o dəqiqə aldıq nəfəsimizə. Xeyr, o müəyyən zaman çərçivəsində atmosferə yayılır, sirkulyasiya olunur və insan orqanizminə mənfi təsir göstərir. Və yaxud da belə bir şey deyək. Deyir ki, hər hansı bir iqtisadi layihə quran şəxs, bir şirkəti var bir şəxsin, onun da əlbəttə ki, işini aparan adam var. Tələblə təklif arasında balansı pozur. Tələblə təklif arasında balans pozulursa, deməli bu adamda sistemli düşünmə zəifdir. Yəni, tələblə təklif arasında balans neynəməlidir? Pozulmamalıdır. Yəni, sistemli düşünmə artıq bir şeyin başqa bir şeyə təsiri, amma burada sırf ardıcıllıq söhbəti yoxdur. Bu da oldu sistemli düşünmə. Deməli, məntiqi düşünmə və məntiq düşüncələri haqqında danışdıq. Növbəti dərsimizdə isə məntiq xətaları haqqında danışacağıq. Mən istəmirəm məntiq xətalarında bu mövzuda danışım. Çünki bu artıq, belə deyək, daha çox olar videonun, belə deyək, həcmi və mən özüm də YouTube videolarına baxanda hansının həcmi qısaltsa ona baxıram. Çox həcmli 1 saat, saat yarım davam edən videolar yorucu olur, sıxıcı olur. Ona görə də məntiq xətaları neynəyəcəm? Növbəti videomda izah edəcəm. Dinlədiyinizə görə təşəkkür edirəm. Əlavə məlumatınız, sualınız varsa, zəhmət olmasa rəy bölməsində yazarsınız. Hələlik.